Salam əziz dostlar, əziz səyahət sevənlər. Hər kəsi yeni bir videodan salamlayıram. Möhtəşəm bir macəra dolu bir səyahətim olacaq. Hər kəsə xoş izləmələr. Bir daha hər kəsi yeni videodan salamlayıram. Hal-hazırda Murmansk vilayətində yerləşirəm. Murmansk şəhərin özündə, avtovağzalda. Buradan da mən bir başqa bir şəhərə yollanacağam. İndi ətraflı məlumat verəcəm. Mənim Murmanska gəlməyimin səbəbi var. Əslində Murmansk şəhərin özünə yox, Murmansk vilayətində yerləşən maraqlı, gözəl bir qəsəbə var, Teriverka deyilən yerə. İndi bilet almışam avtobusla. Hər kəsi yenidən salamlayıram. Hal-hazırda dünyanın tam şimal hissəsində Arktikada yerləşən Murmansk vilayətinin Teriverka kəndində yerləşirəm. Bax, gördüyünüz kimi tam qarşımda Barents dənizi və şimal buzlu okean yerləşir. Bu plajın adı Əjdaha yumurtasıdır. Burada daşları görürsünüz, yumurta formasında olduğu üçün böyük həm də. Hər bir daş ən azı 200 kilo, 150 kilo olar. Həm də yumurta forması olduğu üçün buna Əjdaha yumurtası plajı deyilir bura. Teriverka qəsəbəsində yerləşir. Şimal buzlu okeanın və Barents dənizinin sahilləridir. Baxın, mənzərə ilə zövq ala bilərsiniz. Hava çox mülayimdir bu günlərim. Şimal olmasına rağmen bugün plus 10 dərəcə isti var. Buranın relyefi çox mürəkkəbdir sözün açığı. Şimal relyefi desəm, daşlıq, meşəlik, quru, hər cür relyefə burada rast gəlmək olur. İndi bu qayaların arasından sahilə düşmək istəyirəm. Burada biraz çətindir. Baxın, burada bir qəribə bir şey tapmışam. Bu nədir belə heç bilmirəm. Göbələyə oxşuyur, nə bir şey. Burada sonra belə gilə meyvələr var, qırmızı rəngdə. Bunların qara rənglərində olur. Hər tərəf belə gilə meyvələrlə doludur. İndi həm də gilə meyvələrin mövsümüdür deyə burada çoxlu, lap çox gilə meyvələr olur.
Baxın, möhtəşəm bir görüntüdür. Bu dəniz Barents dənizi Rusiya Federasiyasının və Norveçin ərazisində yerləşir. Həm də okeana bağlanır. Şimal buzlu okeandır həm də bura. Şimalın ən gözəl, ən görməli yerlərindən biridir bura. Bura gələnlər daşları belə daşların üstünə qoyub niyyət tuturlar. Burada indi sizə bir şey göstərəcəm. Dəniz kirpisi deyilən bir heyvan var. Özünü indi sahil boyu gəzirəm, tapa bilməmişəm. Amma boş qabığını tapmışam. İndi göstərəcəm sizə. Baxın, bu dəniz kirpisi deyilən bir heyvandır. Onu burada yeyirlər, kirpi formasında olur. Amma indi bu boşdur, onun sadəcə qabığı var. Bunu sizə göstərmək istəyirəm. Çox iti, kirpi bir şəklində olur. Belə bir halda göstərir. İndi kafedə, restoranlarda görsəm, onun dadına baxıb həm sizə göstərəcəm, həm də özüm görərəm. Baxın, burada daşların arasında maraqlı quşlar var. Dimliyi böyük. Baxın. Çox maraqlı quşlardır. Amma qağayı deyil. Bunlar dəniz tərəfdə olmağına baxmayaq. Qağayılar çoxdur burada. Amma bunlar qağayı deyil. Burada da maraqlı bir yeri var. Baxın, yumurtalar. Əcdahanın yumurtaları. Çox sakitdir bura. Dalğalardan uzaqdır bir balaca. Baxın, görürsünüz hər tərəfdə belə gilə meyvələr var. Qırmızı, sonra belə qara. Adlarını sizə deyə bilmərəm, çünki dəqiq adlarını bilmirəm. Sahil boyu belə gilə meyvələrlə görürsünüz, hər tərəf qıpqırmızı, qapqara doludur. Bura şimal olduğundan burada həm də şimal maralları yaşayır. Maralların da ən sevimli otlarından da ki, bax bu otdur. Bunu marallar sevir. İnternetdə də bunu araşdırmışam ki, marallar bundan çox bunu yeyir. İndi dənizdən uzaqlaşıb dağın o biri tərəfində şəlalə var. İndi şəlaləni çəkməyə sizə göstərmək istəyirəm. Bu da şəlalə. Həmin göldən axır. Dənizə birləşir bax buradan. Bateriyski Vodopad. Möhtəşəm bir görüntüdür. Burada da turistlər çox olur. İndi aşağı tərəfdən də çəkib göstərəcəm. Belə yolla gedirsən, hər tərəf yol boyu böyle gilə meyvələrdir. Burada da balıq satırlar. Burada da görsəkin. Böyle balıqlar satırlar. Burada yerli məhsullardır. Həm də ki, burada kapçet edirlər balıqları, hissə verirlər. Bura qəsəbənin tam axırıdır. O karşıda gördüğünüz binalarla hostelin burada yerləşir. Burada da son avtobus dayanacağı var. Şəhər Murmanskın özündən, şəhərin özündən ta bu sonuncu avtobus bura gəlir. Mən dünən düz bura kimi gəlmişdim, şəhərin mərkəzindən. Burada da
balıq tutmaq üçün avadanlıqlar satırlar. Bura yeni qəsəbədir, Ladeyna. İndi mən Teriberkaya getmək üçün burada avtobus işləmir, ya ayaqla getməlisən, ya da göz maşınla olar. 5 kilometr yoldur. Onu indi ayaqla o bir qəsəbəyə gedəcəm. Hardasa 50 dəqiqəlik yoldur ayaqla. Burada bir maraqlı bir avtomobil var. Baxın, qışda bununla səyahət eləmək üçündür. Arkada oturmaq üçün yeri var. Qar üstündə rahat hərəkət edir. Qabaqdan da qarı təmizləyir. Burada bir maraqlı dayanacaq var. Krab şəklində. Çox məşhur bir dayanacaqdır. Gəmilərin qəbirstanlığı deyilir. Gəmi qəbirstanlığı deyilir. Burada ta Sovet dövründən, ta Rusiya imperiyasından qalan köhnə gəmilərin saxlanıldığı yer olub. Sonradan çürüyüb, qalan qalıqlarda qalıb. Günümüzün bu nə qədər. İndi dənizdə geri çəkilmə var. Görürsünüz, dəniz geri çəkilib deyə çox şey çöldə qalıb. Biraz yaxşı görsənmir. Hop. Nə, qoş. Vay. Şimal iti. Buranın itlər də qeyri-adidir. Bunların dəriləri qalın olur. Xaski itləri kimi olur. Adi itlər burada yaşaya bilmir. Hal-hazırda suyun geri çəkilməsindən sarayı burada bu köhnə gəmilər çox yaxşı görsənir. Amma adi vaxtı bu gəmi qalıqlarını burada görmək çətin olur. Yəni videolarda, YouTube'da çox izləmişəm ki, burada ancaq dəniz geri çəkiləndə belə rahat bu köhnə gəmiləri görmək olur. Burada Teriberka qəsəbəsidir, həm də Teriberka çayıdır. Çay bu çaydan öz adını alıb. Bu çay birləşir dənizə, dənizdən də okeana. Gördüğünüz kimi bax, burada indi dənizdə biraz geri çəkilmə baş verir. Həmin bu çay, Teriberka çayı birləşir dənizə, dənizdən də okeana. Görürsünüz, burada da bir dənə tərk edilmiş gəmi var, qayıq var. Köhnədir, pas atıb təmiz. Yəni bu kənddə, bu qəsəbədə, yolun o tayında da bayaq göstərdiyim kimi tərk edilmiş evlər çoxdur, gəmilər çoxdur. Çünki buranın tarixi çox qədim dövrlərə gedir. Burada dəniz donmadığı üçün qışda da, həm də yayda da burada gəlib istirahət eləmək olar. Amma isti hava burada çox olmur. Yayın avqust ayında, iyul ayında belə burada 15-17 dərəcə isti olur. Yəni bura şimal qütbü, şimal olduğu üçün burada hava isti olmur. Sadəcə möhtəşəmdir bu ərazilər, bu relyef, bu dəniz, bu okean. Heç vaxt ağlıma əvvəllər gəlməzdi ki, nə vaxtsa mən şimal buzlu okeanın sahillərində belə gəzib dolaşaram. Yenə deyirəm, adama gəzmək, görmək qalır. Bacardığınız qədər səyahət eləyin. Görürsünüz, bu nədir? Bu balinanın skeletidir. Böyük, görürsünüz neçə metrə, 16 metrəlik böyük bir balina skeletidir. Amma bu əslində əsl skelet deyil. 2014-cü ildə dediyim kimi çəkilən filmin, Leviathan filmində kinoda istifadə olunan bir skeletdir. Sonradan yenə kinodan sonra qaytarıb bura veriblər. İndi turistlər üçün gəlib burada yaxınlıqda şəkil çəkdirə bilirlər. Qarşıda da böyük yerləncək var, dəniz kənarında. İnsanlar orada
yerlənsəkdə yerlənir. Maraqlı bir plyajdır, çox gözəl, təmiz. Barents dənizi sahilində. Mehmanxanası. Bu qəsəbənin ən məşhur otellərindən biridir.